Hər vaxtınız xeyirli olsun. Masazırda 6 obyektli bax belə bir həyət evi satışdadır. Burada 3 ev satışdadır, yəni 3 ev tikilibdir. Digər evlərin qiymətləri fərqlidir. Bu evdə isə onlar qarajlıdır. Bu evdə qarajlı evdir. Yalnız qiymətlərində bax bu obyektinə görə, obyekt yeri olduğuna görə fərqlidir. O biri evlər, onları çəkmişəm artıq. 105.000 manata deyilir. Sənədləri tam qaydasındadır. Evin də torpağında sənədləri var. Bax bu evin isə altında bax belə bir obyekt yeri olduğu üçün bax bura obyekt yeridir. Bax ona görə qiymətində isə fərqi var. Qiymət 125.000 manat deyilir. Və təbii ki, real alıcıya endirim olunacaqdır. İndi isə evin içərisinə keçək. Həyətə daxil olduqda belə bir bu evin üst görünüşü, pilləkən beton yığılıbdır, həyətinə daş döşənib, kanalizasiya xətti, mərkəzi xətti, kommunal xəttlərin hər bir çəkil, sayğaclar da qoyulubdur. Bax belə bir həyəti qalıb, bura qarajı, göründüyü kimi belə bir geniş bir qarajı var ki, həyətinə də qarajına birlikdə 3 maşın rahatlıqla yerləşə bilər. Buradan da qarajdan da bax bu hissədə də evin arxa hissəsində yeri var ki, buradan da alıcı gələcəkdə nəsə bir istifadə etmək olar. Bura beton döşənib və kanalizasiya trap xətti də çəkilibdir burada. Qarajı ilə də tanış olduq. Həyətinə trap xətti çəkilib. Çox gözəl səliqəli iş görülübdür. Çox gözəl keyfiyyətli tikilisi var evin. Burada kombi aparatının yeri hazır vəziyyətdə saxlanılıb. Kombi aparatının yeri. Və pilləkənlə qalxdıqda bax evin onu deyim ki, beton kəmərləri atılıbdır. Beton atılıbdır. Bura betondur. Göründüyü kimi burada balkon yeri saxlanılıbdır ki, və burada da mətbəxdən birbaşa qapı qoyulubdur ki, yəni bu həyətə çıxışı, balkona çıxışı. Evə daxil olduqda belə bir geniş dəhlizi var. Dəhlizin döşəməsi metlaq döşənib, hamam otağıdır və mətbəxi. Bura isə mətbəxidir. İsti pol. Göründüyü kimi həmin bu qapı birbaşa balkona çıxır mətbəxdən. Mətbəx üçün də hər bir şərait yaradılıbdır bu evdə. Çox gözəl, zövqlə təmir olunmuş bir evdir. Bura isə zal otağı. Kondisioner üçün işıq xətti çəkilib otaqlarda. Belə bir TV yığılıbdır. TV üçün də işıq xətti çəkilib. Enli pəncərələri var ki, otaqlar tam işıqlıdır. Şəbəkə sistemində yığılıbdır. Otaqların hər biri işıqlıdır. Gün işığı hər bir otağa düşür. Bura isə ikinci bir otaq, böyle bir yataq otağı. TV üçün işıq xətti burada da çəkilibdir. Göründüyü kimi tam təmirli vəziyyətdədir evlər. Bura isə üçüncü bir otağı, yəni ikinci yataq otağı. Bura hamam otağı, metlaq kafelidir. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. Alıcı və satışarsa notarial qaydada alqı-satqıya gedəcək. İpoteka ilə də bu ev almaq istəyənlər asanlıqla əldə edə bilərlər. Evin isə qiyməti 125.000 manat deyilir. Real başlanğıcdır və real alıcıya endirim olunacaqdır.